Allah cəm şəhidlərimizi rəhmət eləsin. Amin. Borcumuzdur qardaşlar, borcumuz. Sağ ol qardaşlar, var olun. Allah şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə şəfa verir. Harda şəhid, məzarı, bayrağı könəlirsə, oradakilər bozulur. Tək məni yox, hər bir Azərbaycanlı. Gəlin bunu edəyin ki, o şəhidlərimizin də ruhu şad olsun. Elədir, cənab qazi. Bəli, bəli, elədir. Allah ruhlarını şad eləsin. Şirxanın da Allah kömək olsun. Özüm üçün mən bayrağı dəyişə bilmirəm. Şirxan telefon, zəng gəl. Elədir də Şirin. Allah ruhunu şad eləsin. Et doldur gətir ha. Deyək özüm gedəcəm orada. 20 10. Şimdi bu. Qəşə. 10 da çəkəsiz, onu nə etsəksiniz? Sandır. Ha. Baş əyirik ki, Allah cəm şəhidlərimizi rəhmət eləsin. Yaşadığı dövrdə güclü güləşçi olub, Azərbaycanımızın üçrəyli bayrağını dalğalandıran olub və bu gün də son nəfəsində torpaq altında yatmağına baxmayaraq torpağımızı azad etdi və üçrəyli bayrağımızı son nəfəsinə qədər dalğalandıran qəhrəman igidimiz. Qarşında baş əyirəm. İl Təzəxan oğlu Əzizovunda bayrağı dalğalandı. Allah şəhidimizin ruhunu şad eləsin. Şəhidin bayrağının məzar önündə bayrağı dalğalanmağı özümüzə borc bildik. Bu günləri ilk bayraq Rahil Təzəxan oğlu, ruhu şad olsun. Şirxan Allah onu rəhmət eləsin. Şəhruz Allah səni var eləsin. Əlbəttə ki, çox gözəl bir həqiqətən vasitəçilik eləyirik. Gözəl bir işdir. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Keçirik növbəti şəhidimiz. Görək Kamaləddin qardaşımızın bayrağını dəyişməyə.